Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hamınızı. Doğğa çalırdıq. Dedim sizdən də soruşum ki, bəs siz bu doğğanı hər dəfə bişirəndə belə əvvəldən axıra kimi buluyursunuz, heç əlinizi yəni başqa iş gedib görmürsünüz də, ancaq elə doğğanı buluyursunuz. Məncə ehtiyac yoxdur, çünki çürümür. Nə nənəmdə, nə mamamda, nə qaynanamda mən doğğanın çürüdüyünü görməmişəm. Artıq neçə illərdir mən bir dəfə doğğa çürüməyini görməmişəm. Və elə olub ki də biz doğğanı buluyanda nəsə iş olub, qoymuşam, getmişəm uşağa nəsə lazım olub, 1-2-3 dəqiqəlik gəlib təzədən bulamışam. Yəni heç də doğğa çürüməyibdir. Məncə olar, çünki bunun içinə biz qatırıq yumurta. Bu yumurta yəqin ki çürüməyə qoymur. Soğan da qatırıq, soğan da məncə buna köməyi var. Soğan da heç bir dadı çıxmır. Mən şəxsən soğan dadı sevmirəm. Soğan yeməyi heç sevmirəm yeməkdə. Amma doğğada hiss olunmur. Biz doğğanın içinə soğan qoyuruq, çünki uşaqlardır, sevirlər doğğanın içində soğan olanda, yeyirlər soğan bişir doğğanın içində. Amma doğğaya heç bir dadı çıxmır. Əksinə, məncə daha da dadlı olur doğğa. Yəni sizdən də soruşmaq istirdim ki, siz də doğğanı bişirəndə buluyursunuz, yoxsa qoyub gedib başqa iş gəlib görüb hərdən buluyursunuz doğğanızı. Düyüsün də axır vaxtı belə eləyirik. Qabıqlar elə doğğanı bişirməyə başlayanda içinə düyünü bişməmiş tökürdük. Doğğa bişdikcə düyü də bişirdi. Sonra axır bir il olar belə eləyirik. Düyünü qıraqda bişiririk. Sonra təzədən içinə doğğa tökürük. Belə biraz açırıq. Sonra tökürük doğğanın içinə. Doğğa artıq bişəndən sonra qaynayıb ki hazır olur. Onda bunu tökürük. Bir əldə bununla biraz qaynayıb artıq götürürük. Bir daha salam olsun. Bugünlərim şənbə günüdür. Hava belə qəşəngdir. Ona görə dedik ki, elə hava qəşəngkən, çünki bu yay qəşəng hava görmürük də. Ona görə gün çıxmışkən dedik yükü tökək. İndi bu balkonu sildim. Bu hər yerə belə gətdim. Bunlardan əlimə nə keçdi sərdim ki, gətirim bura döşəkləri. Ən birinci bugünlərim döşəkləri eləyək. Sabah bazar günü artıq yorğanlardır, başqa nələr var, onları eləyərik. Elə hər yerə nəsə atmışam ki, hər yerə ata bilim ki, buralarda bu taxtalar cırar da döşəklərin o üzlərini. Ona görə bunları atmışıq. So, yük hazırdır. Yarısını bugün töktüm, yarısını inşallah sabah. Sara da burada öz üçün yer düzəldir. Beləcə gün vursun bunları. Bu günlərim axşama kimi, indi hələ ki saat 12-dir. Saat 6-dan sonra hamısını çırpıb yığacağam. Bu Rənanın yorğanıdır. Bu Rəna olanda bunu bizə hədiyyə vermişdilər. Burada da Rənanın adını muncuqla yazıblar. Elə mən də saxlayıram. İndi də su gətirmişəm. Güllərə su verim. Güllərə deyəndə kaktuslara. Çox gec verirəm. Quruyubdur divi. Su verim biraz. İndi yükün işini bitirdim. Bitirdim deyəndə yəni astım günə. İndi burada dünənki doğğadan göyərti qalmışdı. Göyərti çox oldu, saxladıq. İndi onu istəyirəm lavaşın arasında pendiri. Nə bilim böyrəkdimi, blinçikdimi, nədir belə bir şey elim. İndi pendir də qatırım onun içinə. Burada pendir almışdıq. Gəl. Belə bir pendirdir də, adi mağazində satılan pendirlərdəndir. Bundan çorkla çəkəcəm içinə, qatışdırım. Duz, indi pendirin duzluluğuna baxım. Duz olsa heç duz qatmayacam da. Bir də lavaş. Lavaşı hara qoymuşum? Hə, lavaş da buradadır.
2 büküm lavaş almışıq. Bunu bayaq, sənə su yaxşı, gözlə indi verirəm. Suyu da butulkada axır vaxt içir. Bunu bir dənə Saraya vermişdim. Burasından dişləyib görüm onu necə düzəldirəm. Onu da büküm. 2 büküm lavaşdır. Məncə bəs eləyəcəkdir buna. Dırdılar, hamısını bükdüm, hazırladım. 2 dənəsini belə elədim. Bunu yağda qızartmayacağım. Onu eləcə tavada kətə kimi eləyəcəm. Yağda olmasın. Amma bunların hamısını yağda inşallah indi qızardacağım. Yükü də yığdım. Çünki yağış başladı. İnanırsınız o cür isti havada 31 dərəcə isti göstərirdi. Gün çıxmışdı, başladı yağış yağmağa. Baxdım ki, dedim tez bitən yağışda belə havada elə də güclü yağış yağmaz. Amma baxdım ki, yorğan bu döşəklər artıq islanırlar. Yağış üstlərinə yağır. Ona görə məcbur götürdüm. Onsuz da götürəcəkdim bir yarım saata. Saat 5 idi. Ona görə də yığdım, götürdüm, tökmüşəm bura. İndi qalanını da yük otağındakilar da hamısını sabahlarım töküm havaya. Hamısını bir yerdə təzədən artıq belə bilirəm də nəyə hardan yığmalıyıq. Elə yığacam. Bu da yayın ən belə işidir də, vacibli işlərindən biridir ki, bu yük tökülməlidir. Hələ burada da döşəklər qoymuşam. Burada da belə. Hətta indi də yağış yağır. İndi saat hardasa 7-yə işləyibdir. Mən 1 saat olar yükü yığmışam. Yenə yağış yağır. Deməli, bu yay hələ ki yağışda olacaqdı da belə çıxır. Havada yağış göstərmirdi. Ona görə mən də yükü tökmüşdüm. Amma indi də eşidin, yəni eşitməkdə olur ki, necə yağır. Deməli, bu yay hələ ki havaya güvənmək olmaz. Yağış yağa bilər. Ona görə gərək işimizi bilək ki, nəyi necə eləyək. Qızlar da artıq ev tapşırıqlarını eləyirlər. Müəllimələri onlara tapşırıq verib ki, bunu eləsinlər. Bu şəkli çəkməlidirlər. Bu ağac şəklini. Bunu müəllimələr çəkmişdi. Dərsdə başa salmışdı necə çəkir. İndi ev tapşırıqları da çəkməlidirlər. Bu günlərim gedib özlərinə belə kraska alıblar. Guaş deyirlər buna. Dəmin belə kistoçkalardır. Sonra bu nədir? Bunun adını bilmirəm nədir. Nə? Mastik. Mastik, bilmirəm nə isə. Belə bir şeylərdir. Bu da Məlikəninkilərdir. İndi oturublar Saranı yatırdandan sonra dedim eləyin ki, Saranla bir yerdə alınmır. İndi Sara yatıbda oturublar rahat. Ev tapşırıqlarını eləyirlər. İnşallah ki, yaxşı eləyərlər, müəllimələr də bəyənər. Burada da sağollaşım artıq sizinlə. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.